Salam hörmətli tamaşaçılar, küçənin nəbzində xoş gördük sizləri. Hər zaman olduğu kimi müxtəlif suallar, maraqlı cavablarla qarşınızdayıq. Bu dəfəki mövzumuz xoşbəxtlik haqqındadır. Xoşbəxtlik insanlarda nə ifadə edir? Görək şəhərimizin sakinləri bu haqda nə düşünür? Xoşbəxtlik məncə insan üçün, yəni ailəsi, sevdikləri, yaxınları, həyatdakı məqsəddir məncə. Mənim üçün xoşbəxtlik hər bir uğura nail olmaqdır. Hər bir uğura nail olduqdan sonra insan həyatda qazandığı hər bir şeyə nail olduqdan sonra artıq xoşbəxt olur. Mənim üçün xoşbəxtlik sağlam olmaq, mənə bəs edir, gəzməyim, dolaşmağım, bəs edir xoşbəxt olmağıma. Belə ailəm sağlamdır, ailəmlə yaşayıramsa mənə xoşbəxtlikdir o. Mənim üçün xoşbəxtlik şəxsən oxuduğum və yaxud da yaşadığım dövrdə ailəmi başında eləmək və inşallah gələcəkdə özüm üçün daha yaxşı bir şərait qurmaq və belə yaxınlarımın başınıza eləmək əsas səbəbim odur. Əgər ailəmdə sağlıq, salamatlıq elə bu mənim üçün ən böyük xoşbəxtlikdir. Ailəmin yanında olması bəs istəyirəm. Əsas universiteti bitirib, iş tapıb, sonra da ailə qurmaq. Xoşbəxt bir ailəmin olmağı. Xoşbəxtlik mənim üçün, yəni həyatda hər bir cəhətdən yəni müvəffəq olmaqdır. Mənim üçün xoşbəxtlik ailəmin canının sağlığıdır. Yəni o ən böyük xoşbəxtlikdir. Belə başqa imtahanlarımda falan institutda yəni yaxşı qurtarmaq, qiymətlərlə azaltmaq. Yəni bu qədər. Xoşbəxtlik üçün çox şey demək olar. Ən elementarından ən mürəkkəbinə kimi. Amma hal-hazırda imtahanları bitirmişəm, əlatı bitirmişəm. Bu mənim üçün xoşbəxtlikdir. Xoşbəxtlik əsasən bu dəqiqə mənim üçün universitetimi arzulayıram ki, daha yaxşı qurtaram. Sessiyalarımı hamısını gözəl qiymətlərlə başa vururam. Yəni evdəkilərə heç bir problem çıxartmayım. Hər bir şey düz yolunda getsin. Yəni tələbə üçün ən real istəklər, xoşbəxtlik bunlardan ibarətdir elə demək olar. Bəli əziz tamaşaçılar, xoşbəxtlik haqqında mövzumuzun bax beləcə sonuna gəldik. Olduqca müxtəlif və maraqlı cavablar aldıq. Kiminə görə xoşbəxtlik ailədə, kiminə görə barda, dövlətdə olur. Ümid edirik hər kəs həyatda layiq olduğu xoşbəxtliyi əldə edər. Sağ olun, gələn görüşlərədək.